Salam dəyərli şagirdlər. Bugün 26 aprel 9-cu sinif buraxılış imtahanının suallarını izah edəcəm. Hal-hazırda Azərbaycan dili 10 dənə qrammatika suallarını izah edəcəm. Sonra isə mətnləri biraz oxumaq vaxt apardığına görə onun oxuyub izahlarını hardasa bir yarım saatdan sonra inşallah ki yerləşdirməyə çalışacağam. İndi isə vaxt itirmədən qrammatika suallarını izah edək. Deməli, burada 27-ci sualda əvvəl, nə vaxt, nə zaman zərf, o birisində sonra çıxışlı qaldan sonra gəldiyinə görə qoşma olub. Birinci zərf, o birisi isə qoşma. 27-də Y. 28-də bir xal fərqi ilə, bircə xal fərqi ilə. Cacə burada ədatdır, təsir gücünü artırıb. Ona görə 1-ə C gedəcək. O birisində heç kəs sevməz səni məncə, yəni mən qədər sevməz. Qədərlə əvəz olunduğuna görə qoşmadır. Əgər modal söz olsaydı, vergüllə ayrılmalıydı. Məncədən əvvəl vergül olmalıydı. Ona görə məncədəki cacə də qoşma olduğuna görə 2-yə A gedəcək. Hər ikisinin də qrammatik mənası, yəni nitq hissəsi məlum olduğuna görə ortaq da D gedəcək. Deməli, 28-də doğru cavab 1C, 2A, 3D. A variantı. 29-da mış fe'li sifət deyilsə, deməli nəqli keçmiş zaman kimi düşünə bilərik. Ona görə də burada bir dənə diqqət eləyək. Ağaclar dəcəl uşaq tək dırmaşmışdır. Dır da artıra bilirəm. Bu zaman şəkilçisidir. Bir də 4-də süsənlər də o adamları görmüşmüş. Müş zaman, ikinci mış isə hissəcik. 5-dəki yatmışları, yəni yatmış insanları fe'li sifət isimləşib. 29-da 2, 4, C variantı. 30-da çaşdırıcı sualda 2 dənə təyin var. Ordu generalıdır xəbər. Kim? İnsan. Necə insan? Qayğıkeş. Hansı qayğıkeş insan? Cəsarətli əsgərləri mükafatlandıran qayğıkeş insan. 2 dənə təyin, mübtəda xəbər. Y variantı. 31-də buruq neft buruqları, bir də var buruq saç, dolu, biri var yəni dolu insan, kök insan, bir də var qar dolu mənasında. 31D. 32-də A variantında sifət işlənməmişdir. Torpaq isim, bahar isim, qoxu isim, gəlirdi feil. 33-də diqqət eləyək. Mən çox təkid etdim, amma qəbul etmədi. Mən təkid etdim, o qəbul etmədi. Hər ikisi zaman şəkilçisidir. Adi intonasiya dediyimizə görə nəqli cümlədir. Doğru fikir soruşur. 33-də A. 34-də şəhərdəki binalar, mərkəzə yaxın binalar. Hansı binalar? Təyindir bu. 34-də B. 35-də bütün sözlərin yazıcı ilə tələffüzü fərqlidir. Sınıqdan sonra sait gəlib q-ğ-ya çevriləcək. Ürəkdən sonra samit gəlib k-ix səsini verəcək. Ürək, xışlıq. Sevinməz də n-dan sonra m gəldiyinə görə sevinməz. A variantı doğru cavabdır. 36-da diqqətlə qulaq asaq. Birinci cümlədə baş üzvlərin hər ikisi iştirak etmişdi. Bəli. Ulduz nə? Parıldayır, nə edir? Bir doğrudur. Yanlışların da içərisindən dördüncünü götürəcəyi yazıb ikinci cümlə birinci cümlədən fərqli olaraq ümumi şəxslidir. İkinci cümlə ümumi şəxsi yox, qeyri-müəyyəndir. Bir qrup adam eləyib bunu. Bu müsibət Fəxrəddin əsərinə oxşuyur. 1 ilə 4 B variantı. Sürətli bir şəkildə sualların izahlarını indi yerləşdirirəm. Mətnləri də oxuyub paylaşacağım. Kanala abunə olmağı unutmayın. Diqqətinizə görə təşəkkürlər.